Hello everyone. Bugün biz sizlərlə 5-ci sinif Game Changer dərsində səhifə 40-da olan su üzərindəki ev mətnini oxuyacağıq. Oxuyub tərcümə edək və daha sonra mətnlərlə bağlı olan tapşırıqları sizin üçün izah edəcəm. Öncəliklə mətnin ilk hissəsinə diqqət etsək, burada qeyd olunub ki, home sweet home. Sweet şirin deməkdir, lakin bu ev, şirin ev mənasına gəlmir. Türklərdə bir deyim var, evim, evim, gözəl evim. Azərbaycan dilində də biz deyirik, hara getsək də öz evimizə qayıtmaq istəyirik. Ev bizim üçün ən şirin olan yerdir, ən doğma olan yerdir. Yəni məhz o mənaya gəlir. İndi isə gəlin mətni tərcümə edək. Hello, my name is Leo and I am from England in the United Kingdom. Salam, mənim adım Leodur. Mən Birləşmiş Krallıqdan İngiltərədənəm. Mən qeyd etmişdim ki, Birləşmiş Krallıq deyəndə öz şagirdlərimə bunu qeyd etmişəm. Orada 4 ölkə var. İngiltərə, Wales, Scotland, yəni Şotlandiya, bir də Northern Ireland, yəni Şimali İrlandiya. My home is a houseboat on the river Stort. Mənim evim Stort çayı üstündə qayıq evdir. Yəni evi suyun üstündədir, qayıq formatındadır. My friends at school are curious about it because it is on the river and it is different. Uşaqlar, curious maraqlı deməkdir. Yəni mənim dostlarım bu ev haqqında maraqlanandılar və yaxud maraqlıdırlar. Türklər deyir məraklı. Yəni maraqlı gəlir. Bu hər hansı bir əşyanın, filmin maraqlı olması demək deyil. İnsanlar haqqında istifadə olunur. Yəni bir insan bu haqqda maraqlıdır. Yəni ona nəsə maraqlı gəlir ki, o maraqlanır. Maraqlanana çevrilir. Belə izah edim sizə. Yəni nəsə bir hadisə haqqında, əşya haqqında bir insan maraqlı olması deməkdir. Hər şeydən maraqlanan mənasını verir həmçinin. Çünki mənim dostlarım yəni bu haqqda maraqlanır, çünki bu çayın üzərindədir. Onun üzərində, üstündə deməkdir. Və bu different, yəni fərqlidir. My home isn't big. Mənim evim böyük deyil. Uşaqlar, böyüyün antonimi nə olacaq? Small. But it is comfortable. Lakin bu rahatdır. There are 2 bedrooms, a living room, a kitchen and a bathroom. Mən burada qrammatika qaydasına toxunmaq istəyirəm. Biz zəri-zəranı keçmişdik. Demişdik ki, zəradan sonra cəmsim, zərizdən sonra tək isim gəlir. Lakin biz burada baxırıq və siz müəllimə sual verə bilərsiniz ki, axı burada bedrooms cəmdədir və demişdik ki, ismin qarşısında birdən yuxarı miqdar sayı varsa, həmişə həmin isim cəmdə olur. Çünki artıq bundan bir dənə deyil. Biz bunu saydıq, 2-yə çatdırdıq, 3 ola bilər, 5 ola bilər və sair daha yuxarı bir say ola bilər. Lakin burada living room təkdədir, çünki qarşısında article var. Və yaxud kitchen təkdədir və yaxud bathroom təkdədir. Lakin zira özünə ən yaxın duran mübtədə ilə uzlaşır. Burada bedrooms deməli cəmdə olduğu üçün biz zəradan istifadə etmişik. Burada 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx və 1 vanna otağı var. There are not any walls between the living room and the kitchen. Biz demişdik ki, any inkardan sonra, some təsdiqdən sonra işlənir. Və bu cümlədə any heç mənasını verir. Between isə 2 şey və yaxud 2 insan arasında deməkdir. Deyir ki, mətbəxlə qonaq otağı arasında heç divar yoxdur. Divar da bizim öncəki dərsdən bildiyimiz yeni sözümüzdür. There is a stove, a fridge and a small table with chairs. Mətnin sözlərini videonun sonunda qeyd edəcəm. Stove qaz plitəsi deməkdir. Qaz plitəsi, fridge soyuducu. Fridge sözünün daha geniş, yəni böyük variantı da var. Refrigerator kimi qeyd olunur. Amma adətən artıq müasir ingilis dilində biz buna fridge deyirik. Və small. Small və big antonimdir. Yəni big böyük, small isə kiçik. Deməli, qaz sobası, yəni qaz plitəsi, soyuducu və kiçik stullarla stol var. Stol masadır, stul bizim əlləşdiyimiz daha kiçik olan oturacaqlara deyilir. There isn't a sofa. Divan yoxdur. But there are many pictures on the wall and many vases with plants. Lakin divarın üstündə çoxlu şəkillər var və bitkilərlə vazlar var. Vaz isə gülü qoyduğumuz həmin o vazlardan söhbət gedir.
My parents are fans of nature. Uşaqlar, fan azadkeş deməkdir. Mənim valideynlərim təbiətin fanatıdır, azadkeşidir. Yəni nəyisə, kimisə çox sevəndə biz onun fanatı oluruq. Misal üçün, uşaqlar adətən futbolçuların fanatı olurlar da. Futbolçunun oyun oynamaq tərzini, hissini çox bəyənirlər. Burada da valideynləri təbiəti çox sevir deyə təbiətin azadkeşidir. There is a TV too. To-nu mütləq şəkildə qeyd edin, çox düşür. To həmçinin deməkdir. To-nun sinonimi olacaq also. Oh, and soccer on TV is my favorite thing. My favorite thing mənim sevimli əşyam deməkdir. Elə məhz Game Changer dərsinin ilk bölməsində bu haqda mətn var idi. Soccer isə American English-də idman deməkdir. Oh, televizorda futbol mənim sevimli, yəni thing belə deyək də, məşğuliyyətimdir. Bu da artıq mənim sevimli əşyamdır deyə bilmərik. Yəni televizorda futbol mənim sevimli fəaliyyətimdir, məşğuliyyətimdir, yəni futbolu izləmək mənasında. My favorite place at home is my bedroom. Favorite sevimlidir, place isə yer məkandır. Evdə mənim sevimli məkanım mənim yataq otağımdır. In my bedroom there is a bed, a closet with my comic books and my clothes, a table and a chair. Yataq otağımda nə var? In içində deməkdir. Yataq otağımın içində yataq, mənim kitablarımla paltar şkafı və mənim paltarlarım, bir masa və bir stul var. And I am a music student, so of course there is my guitar too. Yəni indi yadına düşür. Və mən musiqi tələbəsiyəm. Yəni mən musiqi dərsi alıram. Və əlbəttə ki, mənim həmçinin gitarım var. Artıq to sözü ikinci dəfə qarşımıza çıxdı. And you, bəs sən, what is your home like and what is your favorite place at home? Sənin evin necədir və sənin evdə sevimli məkanın nədir? İndi isə deməli baxaq uşaqlar. Curious sözünün altda izahı verilib. Interested in learning about people and things around you. Yəni ətrafında olan insanlar və əşyalar haqqında öyrənməyə meraklı, nəyisə bilməyə can atan, maraqlanan insan deməkdir. İndi isə gəlin mətnin çalışmalarını mən sizin üçün izah edim. Deməli yeni formatda, mən çox bəyənirəm bu formatı. Game Changer dərsinin 5-ci sinifində öncə bir mətn verilir. Daha sonra bizdən həmin mətnə aid olan tapşırıqları yerinə yetirməyimiz tələb olunur. Gəlin birinciyə baxaq. Look at the text and the images. Mətnə və şəkillərə baxın. Then complete the sentences with the words below. Below aşağıda deməkdir. Və daha sonra aşağıdakı sözlərlə tamamlayın. Deməli, əziz şagirdlər, birinci biz bilməliyik sözlərin tərcüməsi. Məqazin, əlbəttə ki, maqazin demək deyil. Jurnal, section, bölmə, title isə başlıq, yəni ad deməkdir. İndi gəlin baxaq. This text is from a magazine. Əlbəttə ki, bu mətin hər hansı bir jurnaldan olan bir mətindir. Deməli, biz birinciyə yazmalıyıq. Magazine. Yəni, mətin hansısa bir jurnalın içindən seçilibdir. The name of the. Mətnin başlığı uşaqlar nə idi? Home, sweet home. Bəli. Deməli, the name of the mətnin bizdə olan bölmə. Hansı bölmə idi? The name of the section is home, sweet home. Yəni, ev bölməsində mətin paylaşılıbdır. Digərdə isə home on water. Uşaqlar, mətnin adına baxın, suyun üstündə ev. Bu artıq olacaq title. İndi mən sizə fərqini izah edəcəm. Section nədir? Title nədir? Deməli, birinci biz yazdıq məqazin. Düzdürmü? Oldu jurnal. Yəni, bu mətin bir jurnaldandır. Hansısa bir bölmə və yaxud başlıqdan deyil. İkincidə isə deyir ki, başlığın adı home sweet home'dur. Yəni, evim, şirin evim, gözəl evim. Bəli, mətnimizin bölməsi, yəni mətnin paylaşıldığı bölmə bu bölmədir. Deməli, uşaqlar, hər hansı bir onlayn jurnalda biz bu bölməyə klikləyərək orada öz evimiz, harda yerləşməsi, otaqlarının sayı, evimizin böyük və ya kiçik olması haqqında məqalə yazıb paylaşa bilərik. Lakin mətnimizin əsas adı, yəni title, başlığı budur. Bir daha təkrar edirəm. Mətnimizi paylaşdığımız hissə, hansı ki, hər kəs burada özünə uyğun formada paylaşır, o mətnin aid olduğu bölmədir. Çünki bu mətin məktəbdən danışmır, dostlardan danışmır, evdən danışır deyə ev hissəsində, bölməsində paylaşılır. Aid olduğu yer jurnaldır. Lakin mətnimizin başlığı, yəni adı home on water olacaq.
İndi isə deyir ki, read and listen to the text and complete the notes. Deməli, mətndə biz kimdən bizə məlumat verən hansı personaj idi? Leo idi. Dinləyin və qeydləri tamamlayın. Biz artıq mətni oxuduq. İstəyənlər dinləmə formatında da tims.edu.az saytından qulaq asıb dinləyə bilərlər. İndi gələk, Leo is currently England. Bəli, Leo hardan idi? İngiltərədən. Biz keçmişik ki, mən hansı ölkədəyəm demək üçün I am from ifadəsini istifadə edirik. I am from England mətndə qeyd olunduğu kimi mən İngiltərədənəm. Yəni Leonun ölkəsi İngiltərədir. Leo is home location. Uşaqlar, location məkandır. Leonun deyir ki, home, yəni evinin yerləşdiyi məkan. Hardaydı? Uşaqlar, Leonun evi River Stoddaydı. Yəni çaydaydı. River Stott. Deməli, burada mən qeyd etdim. Number of rooms in Leo is home. Bu tapşırıqlar xüsusilə şagirdlərdə yaradıcı düşünməni inkişaf edilir ki, qapalı şəkildə test işləməyə yönəlmir şagird. Mətnin məzmununu anlamağa yönəlir. Gəlin biz otaqların ümumi sayını sayaq. Uşaqlar, deməli biz burada nə dedik? Dedik ki, 2 yataq otağı, düzdürmü? Bir qonaq otağı, bir mətbəx, bir vanna otağı. Yəni 2, 1, 3, 3, 1, 4, 4, 1, 5. Oldu mu 5? Otaqların sayı oldu 5. Object not present in Leo is home. Uşaqlar, present sözün mənası çoxdur. Həm indiki sadə zaman deməkdir. Həm hədiyyə deməkdir, həm də iştirak etmək deməkdir. Burada isə artıq not deyir. Yəni iştirak etməyən, Leonun evində olmayan. Object nədir? Əşya. Leonun evində olmayan əşya. Leonun evində nə yox idi uşaqlar? Gəlin nəzər yetirək. Biz yox deyiriksə not hissəcini tapmalıyıq. Qaz plitkası var idi, soyuducu var idi, kiçik masa var idi stullarla. Amma nə yox idi? Təəssüf ki, oturmağa divanı yox idi Leonun. Bəli, hər şey alıbdı. Deyəsən bir dənə divana pulu çatmayıbdı. İndi yazdıq, bu da sofa. Daha sonra isə favorite place. Leonun sevimli məkanı haraydı? Dedi ki, my favorite place at home is my bedroom. Yataq otağı idi. Yəqin ki, orada yatır, öz dərslərini edir və yaxud oyun oynayır deyə onun sevimli məkanı idi. İndi isə gələk 4-də. Mətndən sözləri tapın və dictionary uşaqlar lüğət kitabıdır. Lüğət kitabını köməklə dostunuza izah edin. Comfortable sözü rahat deməkdir. Uşaqlar, rahat odur ki, yəni heç bir çətinliyi olmayan, əl çatan. Bu ola bilər, misal üçün, something, yazaq bura, something that doesn't have any problem. Doesn't have, yəni rahat. Doesn't have problem. Problemi olmayan hər hansı bir şey. Rahat. Yəni an object, yazaq, object əşyadır. Which is, yəni which doesn't have yazaq da, izi silək, which doesn't have problem. Problemi olmayan hər hansı bir əşya. Yəni rahat. Uşaqlar, komik burada comic books'dur. Komik nədir? Elə olacaq funny. Gülməli. Curious kimi idi? Maraqlanan. Interested in maraqlanan deməkdir. Interested in everything. Hər şeylə maraqlanan. Uşaqlar, fun kimi idi? Azarkeş. Fun somebody who loves something so much. Yəni nəyisə elə bir ki, çox sevən kimsə. Who loves something so much. Aha. Uşaqlar, və yaxud da addicted deyə bilərik. Bağlı olmaq. Addicted. Yəni artıq azarkeşidir. Ona bağlıdır, onun fanatıdır. Move isə hərəkət etmək deməkdir. Move ola bilər act. Bəli, bu şəkildə hərəkət etmək, harasa getmək. İndi isə gəlin baxaq, deməli 5-ci. Nature is their favorite thing. Nature təbiətdir. Təbiət onların sevimli əşyasıdır. They are, təbiət onların sevimli əşyasıdırsa nədir? They are fun. Fun of. They are fun of the nature. Orada valideynlər nə deyirdi? Amma onlar təbiətin azarkeşidir. I am a sports fan. Mən idman fanatıyam. Soccer on TV. Yəni mən idman azarkeşiyəm. İdman mənim nəyimdir? Sevimli məşğuliyyətimdir.
Qısaca yazsam fav, sing. Hər kəs aydın oldu. İndi keçək deməli bura. Bu da çox maraqlıdır. 6-cı sinifdə də artıq bu tapşırıq var. Burada match deyir, yəni uyğunlaşdırmaqdır. Leo's house is different. Leo'nun evi müxtəlifdir. Uşaqlar, deməli burada biz cümləni oxuyub ona səbəb olanı seçməliyik variantda. Məsələn, A-da deyir ki, evdə televizor var. Bunun harası müxtəlifdir ki, hamının evində var da 90%. Burada deyir ki, otağında gitar var. Elə bəlkə hamı da var. Harası oldu müxtəlif. C-da deyir ki, onun dostları maraqlanandır. D-da nə deyir? There are many vases with plants inside. Deməli, bu da onun göstəricisi deyil. Bəlkə də hamının evində vazanın içində bitki var. C-da olacaq. Əlbəttə ki, bir də C-yə olacaq 1. Uşaqlar, C dərsində C kimi oxunur. Yəni, one birinci olacaq C variantı. Çünki evi müxtəlifdir deyə dostlarına maraqlı gəlir. İkincidə, soccer on TV is Leo is favorite thing. Leo'nun sevimli məşğuliyyəti, sevimli əşyası televizorda futboldur. Futbolu izləməkdir də, belə deyək. Deməli, o there is a TV in the house. Televizorda istəyirsə, deməli, mən buradan nə anladım? Evində televizor var. Olmasa hardan baxsın, gedib telefondan baxardı da. Uşaqlar, 3-də nə deyir? Leo'nun valideynləri fan nə idi? Azarkeş. Təbiətin azarkeşidir. Təbiətin azarkeşi olan insan əlbəttə ki, evdə bitki saxlayacaq. 4-də nə deyir? Leo musiqi tələbəsidir. Burada bunun açıqlamasını bizə göstərən nədir? Gitara olmasıdır. Evində gitara var. Bəli. İndi isə 6-cıya baxaq. Deyir ki, are you curious about your friends' homes? Are they curious about your home? Sən dostların evi haqqında maraqlanırsan və yaxud da onlar maraqlanır və yaxud onlar maraqlanırmı? Yəni sən və ya onlar. Nə üçün? Bu haqda da essay yazmaq tələb olunur. Dərsimiz bu qədər. Növbəti video istəklərinizi qeyd edə bilərsiniz. Burada da mən sizə sözləri qeyd edim. River, çay, comic book. Baxın, belə deməli illüstrasiyalı, yəni şəkilli kitablardır. Çizgi kitablar deyə bilərik. Vase vazadır. Stov isə qaz plitəsidir. River də axan çaydır. Goodbye and good luck to you.